Salam, mən İsa Usta. Ramanada tikdiyimiz manqalı nəhayət yekunlaşdırdıq. İndi isə manqalı sizə təqdim edirəm. Manqalımızın çöl ölçüsü 140, ağız boğaz hissəsi 93, iç hissəsi isə 103 sm-dir. Şişlik dərinliyi 40 sm-dir. Deməli 15-20 şişlik manqaldır. Manqalın şişlik darağı meyvəlikdən işlənilir, yəni paslanmaz metaldan, üçlük metaldır. Daxili işlandırması işlənilir. Manqalın daxili tamamilə oda davamı kərpişləndir. Fasad hissəsi isə üzlü kərpişlərlə naxışlı bəzəkli formada işləmişik. Manqalımız piramida tipli olan variantlanmışları seçdik. Yuxarı boğaz karniz və arxa üstündə olan karniz işlənilir. Bir ədəd taz naxışlı korelyefdir. Biz kəmərimizə xüsusi naxış vermişik. Paklava naxış. Gördüyünüz bu hissədə əvvəlki çəkilişlərimizdə də gördüyünüz kimi bu hissəyə də işləmişik. Kəndir motifi. Bütün kərpişlər hamısı da fasada işlənən kərpişlər. Bu hissədə olan hamısı da küncləri 45 dərəcə kəsilməklə işlənmişdir. Müştərimizə ev sahibindən xeyirli olsun, can sağlığı ilə. Çox gözəl bir manqal çıxdı.